Salam, hər vaxtınız xeyir. Mən Fizik Akademinin təlimçisi Firuzə Hüseynli. Bugün sizə silindir mövzusunun izahını vermək istəyirəm. Silindirin həcmi necə tapılır, S-yan sahəsi necə tapılır və S-tam sahəsi necə tapılır. İlk olaraq gəlin silindiri tanıyaq. Silindir bir fəza figurudur, çünki həcmi var. Gəlin görək silindirin görünüşü necədir. Ola bilər ki, şəkli biraz sərgəsiz çəkim, amma baxanda bildik ki, artıq hansı fəza figurundan söhbət gedir. Silindirə baxanda nə görürük? Baxanda görürük ki, iki oturacağı var və bunlar dairə formasındadır. Ona görə də bizə burada dairənin də sahəsini bilmək lazım olacaq. Birinci gəlin həcm düsturundan başlayaq. Həcmi tapmaq üçün biz bilirik ki, digər fiqurlarda, yəni məsələn kuboid ola bilər, kub ola bilər, 3 ölçü olur ki, uzunluq, en və hündürlük. Bu ölçünün bir-birinə vurulması, yəni V bərabərdir A vurulsun, B vurulsun C düsturu ilə həll edirik. Amma biz silindirə baxanda görürük ki, bunun hündürlüyü var, hündürlük çəkilə bilər. Amma bunun eni və uzunluğu yoxdur, çünki oturacaqları dairə formasındadır. Ona görə də biz həcmi tapmaq üçün nə etməliyik? V bərabərdir Pi kvadratı H düsturundan istifadə edəcək. Pi kvadratı H deyiriksə, Pi kvadratı burada bizə tanış gəlir. Pi kvadratı nədir? Pi kvadratı sahənin düsturudur. Əgər bura Pi kvadratıdırsa, o zaman biz bu düsturu başqa cürdə deyə bilərik. Deyə bilərik ki, eyni zamanda V bərabərdir. S oturacaq vurulsun H. Bax, mənə ikisinin də sahəsi lazım deyil. Birinin sahəsi mənə kifayətdir, yəni tapıb ikiyə vurmağa ehtiyac yoxdur. Düstur bizə deyir ki, S oturacağı H-a vur. Yəni, əgər sizə oturacağın sahəsi verilibsə, hündürlük verilibsə, həcmi tapmaq üçün onların ikisini bir-birinə vurmaq lazımdır. Yox, əgər S oturacağı verməyibsə, siz radiusu bilirsinizsə, yenə də tapa bilərsiniz. Pi r kvadratı, yəni radiusun kvadratını vururuq Pi-yə və H-a, bununla da həcmi tapmış oluruq. Bu bizim V-imizdir, yəni həcmimizdir. S oturacağı əslində dedik. S oturacaq, gördüyünüz kimi dairə formasında olduğu üçün Pi r kvadratı düsturundan istifadə edirik. Yəni, oturacağın sahəsini tapmaq üçün Pi-ni radiusun kvadratına vurmaq lazımdır. İndi gəlin baxaq S-yana. S-yan nədir? S-yan silindirin, baxın bu kənar hissəsidir. Bu gördüyünüz kənar, hansı ki açılanda belə düzbucaqlıya bənzəyir. Düzbucaqlıdır demirik, düzbucaqlıya bənzəyir. Amma həmin o fiqurun da bizə sahəsini tapanda bu S-yanımız olacaq. S-yanı tapmaq üçün də nə etmək lazımdır? 2 pi r vurulsun H düsturundan istifadə etməliyik. Yəni, pi r-i 2-yə vururuq və H-a vururuq. Əgər H-ın hara olduğunu bilmirsinizsə, yəni H, məsəl üçün bir nöqtədən yuxarıdan aşağıya doğru çəkilən, belə deyək, ölçüdür. Bu bizim hündürlüyümüzdür. İndi isə gəlin S-tamın tapılmasına baxaq. S-tamın tapılması nədir? Adı üstündə tam fiqurun sahəsi, bütöv sahəni istəyir. Və bütöv sahəni istəyirsə, mən burada artıq baxanda görürəm ki, bu dediyimiz kimi iki dairədən və bu yan sahədən ibarətdir. Artıq biz yanı bilirik əslində, 2 pi r h-dır. Amma bunu biz gördüyünüz kimi iki dairə olduğu üçün bütün hamısının cəmini istəyir bizdən. Bunu da qısa şəkildə düsturun belə deyirik. Deyirik ki, 2 pi r vurulsun mötərizədə r üstə gəlinsin h. Çünki 2 pi r kvadratları bunlardır və biz buradan 2 pi r-i mötərizə xaricinə çıxardanda r kvadrat olduğu üçün r qalır. Və üstə gəlinsin h-da gördüyünüz kimi 2 S-yandan da 2 pi r ortaq vuruq olduğu üçün bunu çıxardırıq. H qalır. Yəni, qısa şəkildə bu düsturları bilməklə rahatlıqla silindirin həm yan səthinin sahəsini, həm həcmini, həm də tam səthinin sahəsini tapa bilərsiniz. Bir-iki nümunə üzərindən də göstərək. Məsələn, düşünsək ki, H-ımız 3-dür,
Radiusumuz olsun. Baxın, radius buradan bura qədər olan hissədir. 2 olsun. Pi-ni çox vaxt cavablarda tam kimi saxlayırlar. Yəni, pi olaraq saxlayırlar və yaxud da mötərizə içərisində bizə deyir ki, pi təqribi bərabərdir 3 olaraq götürün və yaxud da 3,14 olaraq götürün. Bunu onsuz da misalın özü sizə verəcək. Pi r kvadratı vurulsun h-dır. R-imiz 2 olduğu üçün kvadratı olacaq 4. H-ımız 3 olduğu üçün 4 vurulsun 3 vurulsun pi. Yəni, burada da alınacaq 12 pi. Ümid edirəm ki, izah sizlər üçün yararlı oldu. Əgər istədiyiniz hər hansısa bir izah videosu varsa, bunu mütləq şəkildə rəylərdə qeyd edin. Biz də sizlər üçün hazırlayaq. Növbəti izahlarda görüşənədək hələlik.